Sen ana Xəzərimin sahilində. Hər vaxtınız xeyir olsun, çox hörmətli və dəyərli tamaşaçılarımız. Hər zaman olduğu kimi yenə də bugün mən Qəndərə Şəmmət qızın təqdimatında Qızıl Səslər verilişi efirdədir. Dəyərli tamaşaçılarımız, bildiyiniz kimi Qızıl Səslər verilişinə hər zaman bir-birinə dəyərli qonaqlar dəvət edirəm. O cümlədən bugün də çox dəyərli qonaqlar dəvət eləmişəm. İstərdim vaxt itirmədən qonaqları bircə sizlərə təqdimat eləyəm. İlk qonağım Bakı Elm və Təhsil Mərkəzinin direktoru Professor Fərain müəllim Sadıqov. Xoş gəlmisiniz. Sağ olun. Növbəti qonağımız Azərbaycan Elm və Təhsil Nazirliyi Milli Konservatoriya tərkibində Bakı Musiqi Kollecinin müəlliməsi Aygün İbrahim qızı. Xoş gəlmisiniz. Növbəti qonağımız ustad sənətkar, pedaqoq, bəstəkar Nizami Əsgərov. Xoş gəlmisiniz. Yenə bir gözəl qonağım var, müğənni, musiqiçi, gözəl insan, gözəl sənətkar Vaqif müəllim Əsədov. Xoş gəlmisiniz. Xoş gördük. Dəyərli qonaqlarımız, bildiyiniz kimi bugünkü mövzunun adını Fərain müəllimlə ilə bir yerdə qoymuşuq. Sənət fədailəri mövzunun adı. Elə bu barədə sənət fədailəri, hamısı sənət fədailəridir. Bu gördüyümüz qonaqlar, dəyərli tamaşaçılarımız. İstərdim ki, Fərain müəllim sizə verəm ilk sözü. Əslində verilişin adı çox yaxşı qoyulubdur. Çünki o mövzunun məntiqi mahiyyəti çəkir adamı. Bəli. O məntiqi mahiyyət, məntiqi məzmun düzgün qurulanda dinləyici də yaxınlaşır həmin tamaşaya, həmin gecəyə, həmin verilişə, həmin tədbirə və s. və ilə axır. Amma qaldı ki, verilişin adını belə qoymağımız mənə Nizami Gəncəvinin bir beytini xatırladır. Kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan. Hər kəs öz peşəsinin kamil bilicisi olsa, kamil ifaçısı olsa, onu kamil olaraq qəbul eləsə, o kamilliyi cəmiyyətə çatdırsa, əlbəttə ki, onun həm mənəvi bütövlüyü xalqa çatar, həm xalqa onun estetik tərbiyə baxımından, belə deyək ki, göstərdikləri zövq aləmini gözəlləşdirər. Ona görə mənə elə gəlir ki, o sənət fədailəri, sənət adamları, görkəmli sənətkarlar, necə ki, bizim məclisimizi bəzəyirlər olar, o insanlar xalqın bənzərsiz sənətkarları, nümayəndələrdir. Xalq üçün gözəllik yaradan sənətkarlardır. Xalqa estetik gözəllik bəxş eləyən sənətkarlardır. Xalqın içində, xalqın ürəyi ilə döyünən ürəkləri olan bir sənətkarlardır. Ona görə sizin bu verilişi mən bəyənirəm və təqdir eləyirəm. Bundan sonra da tədqiqatlarımda təqdir eləyəcəm. Alqışlar Fərain müəllimi ürəkdən. Çox sağ olun, sağ olun, təşəkkür ederim. Fərain müəllim, bilirsiniz ki, sizin bu verilişdə iştirak eləməyinizin mənim üçün böyük şərəfdir. Çünki tamaşaçıların istəyilə dəvət eləmişəm sizi. Keçən dəfə verilişə gələndə nəysə işiniz çıxdı, xeyir bir iş idi. Allah xeyir iş qismət eləsin cəmi Azərbaycan xalqıma. Yarımçıq getdiniz. Ondan sonra dediniz ki, mən bu verilişdə həmişə iştirak eləyəcəm. Amma ən çox sizin bu verilişdə iştirak eləməyinizi kim istəyirdi, deyimmi? Yanınızda oturan balaca qız. O bizim ailəmizin üzvüdür. Bəli. Keçək Aygün xanıma. Süfrənin bəzəyi qadındır da, bilirsiniz həmişə. Yaşda kiçikdir, amma onun sənəti böyükdür. Çünki sizlərdən dərs alır. Aygün xan, bu sənətə sevə-sevə gəlmişsiniz, eləmi? Bir də ki, müəlliminiz kim olub, ilk müəlliminiz? İstərdim o barədə bir balaca söhbət eləyəsiniz. Salamlayıram hər kəsi, bütün tamaşaçıları, Qəndərə xanım sizi, studiyada əyləşən sənətkarlarımızı. Təşəkkür edirəm ki, bu mövzuya bizi qonaq eləmişsiniz. Mənim sənətə, qarmon aləminə gəlməyim heç də təsadüfi deyil. Çünki mənim valideynim, atam qarmon ifaçısıdır. Çox gözəl. Mən fortepiano sinifini bitirmişəm. 7 illik musiqi məktəbində fortepiano sinifini bitirmişəm. Mən Asif Hüseynalıda, Allah qəni-qəni rəhmət eləsin, bizim gözəl əvəz olunmaz sənətkarımız Hüseyn Həsənovun. Allah rəhmət eləsin, Allah rəhmət eləsin. Olmuşam, bəli. Məkanı cənnət olsun. Şərəf duyuram ki, mən onun sinifində dərs almışam, muğam dərsini. İxtisas dərsini Arifə müəllimədən dərs almışam. Sonra Mədəniyyət və İncəsənət Universitetində
yenidən Hüseyn Həsənovun sinifində və 2 il Hüseyn Həsənovun sinifində, 2 il Əhsən Rəhmanlının sinifində dərs almışam. Çox gözəl. Əslində Azərbaycan qarmon sənətində qadın ifaçılarımız həmişə belə az olublar. Nadir hallarda qanuna qarmon ifaçılığına gəlib. Ta Çamra bəyimdən Üzübəli, Qız xanım Dadaşovaya qədər, ondan Gövhər xanıma qədər nə qədər qarmon ifaçıları olublarsa, onların ifasında sadəlik, gözəllik, xəlqilik, xüsusilə milli kolorit onları sevdirir cəmaata. Amma onların hər birinin ayrı-ayrı yolu olub. Onların hər birinə məxsus bir ifa üslubları olublar. Amma Aygun xanımın ifaçılıq mədəniyyəti, ifaçılıq belə deyək ki, yolu, üslubu, ifaçılıq məzmunu o qədər genişdir ki, mən elə güman edirəm ki, bu elə gənclik vaxtlarından Azərbaycan qadın ifaçılığı sənətində özünə məxsus bir məktəb yaradıbdır. Mən belə dəyərləndirərəm. Bəli. Mənə böyük şərəfdir. Şərəfdir ki, Fərahın müəllim, gözəl sənətkarımız, professorumuz mənim haqqımda bu gözəl dəyərli fikirləri söylədi. Mən də çalışaram ki, o fikirlərə layiq olum. Sağ olun. Aygün müəllimin tələbələri də mənə elə gəlir ki, elə özünü oxşayacaq hamısı. Aygün xanım, siz bayaqlar Hüseyn Bakılı haqqında söhbət elədiniz. Mən təqdimat eləndə Hüseyn Həsənov deyirsiniz. Mən Hüseyn Bakılı deyirdim həmişə. Hüseyn Bakılı ən yaxın adamı Vaqif Əsədov. Ona görə də dəvət elədim bunu. Elə çox gözəl insan. Əvvəlcə qarmon ifaçısı olubdu, sonra müğənnilik eləyirdi. Yaxın olub da sizlə Hüseyn müəllim? Yaxın olmayıb. Biz uşaqlıqdan... Doğma. Hə, doğma kimi olmuşum. Mən bayaqları dedim, Xətair o vaxt Mədəniyyət Sarayı. Hə, o Mədəniyyət Sarayında mən rəqqas idim. Sən də gəlirdik o Qızgilovun ansamblında qarmon öyrənməyə. Hərdən gəlirdi, mənə qulaq asırdı. Məndəki mənim qarmonum yoxdur, Tərlan vardı orada, onun qarmonu ilə çalırdım. Özümə məxsus çalğım var. Yəni, mən heç kəsə təqdim edirəm. Bunun da xoşuna gəlirdi. Sonra Hüseynlə bizim dostluğumuz deyəm, belə danışaq da, Əlbaba müəllim mənə dəvət elədik Humayun ansamblına. O, bayaqlar bir söhbət eləyəndə çöldə dedim, Azərbaycanda Əlbaba müəllim üçün Zülfad Gözəl onun evində çaldım. Vas müəllim xoşuna gəldi. Əlbaba müəllim mənə dəvət elədi ki, Humayun ansamblını düzəldirəm. Bəs gəl, mən Niyazi qoymadı. Dedi ki, rəqsləri sənin üstüvə qırmışıq. Sən gedə bilməzsən. Əlbabanı da başa saldı ki, Əlbaba müəllimi, mən bunu buraxa bilmərəm. Dedi, onda belə elə də, get bir dənə özü oxşayan bir göyçək uşaqlardan birini getir, gəl. Onda mən də bir cavan vaxtında... Nəysə, mən də getdim, bir dostum var o vaxtı. Vahabın oğlu, o da qarmon çalan Vahab vardı. Arşın Mallan filmində qarmon çaldı orada. Vahab Səmədov. Hə? Vahab Səmədov. Familiyasını yadımdadır, deyə bilmərəm. Fərhad. Fərhad, sağ ol. O Fərhadı götürdüm, gəldim, dostum idi. Gətirdim, gəldim, dedi ki, Vaqif, uca görmüşəm qarmon çalan. Dedim, bəs kim? Dedi ki, Həcc babanın qardaşı oldu. Hüseyni görmüşəm. Yəni, Hüseyn gəldi, Ələkbərlə, Zöhrabla, elə kalifeylərlə bir yerə düşdü, pişdi. Başa düşürsən? Biz də getdik kənd toylarına, biz də əridik, belə deyə bilərəm də. Yəni ki, aşağı tərəf mən getdim, yuxarı tərəf o getdi. Maşallah o, məsələn, çox yeniliklər elədi o vaxtı, nə bilim, 4də 1 tonlar qoydu qarmona, nələr elədi, çox işlər gördü. Yəni, sonra da ki, yəni, onun barəsində çox şeylər danışmaq olar. Allah rəhmət eləsin. Axırda da mənim 75 illiyimdə iştirak elədi. Çox gözəl oxudu. Çox gözəl prizlər deyirlər, o hədiyyələr utdu 3-4 dənə. Bir dənə maşın udmuşdu belə, bir dənə gitara, bir dənə nə bilim nə. Göstərdi bunu, dedi ki, mən bunu aparıb qoyacam evə. Hər dəfə baxanda Vaqif yadıma düşəcək.
Allah elə elədi ki, bir aydan sonra rəhmətə getdi. Allah rəhmət etsin. Yəni Allah ki, dünya heç gözləmədiyimiz məzarı nurla dolsun Bir- inşallah. Hə. Bir dənə də epizod mən çıxım, bu Qənimə xanım bilsin. Deməli, mənim 1982-ci ildə öz toyumda, xeyir işimdə rəhmətli Hüseyn müəllim qarman çalırdı. Ənvər müəllim Planet idi, Musa Nadirov, Musa Nağarada, Yasef Eyvazov sintezatorda və Hüseyn müəllim qarman çalırdı toyumuzda. Müğənni kimidir? Müəllim də Şamil İsayev idi. Bizim dəstə işlədik zaten, biz bir yerdəydik. Həkim, həkim. Hə, dəstəmiz yerində idi, bir dənə Hüseyn müəllim dəvət elədi. O da açıqlayım da. Gözəl sənətkar. Yasamalda qonşu idi Aftalı müəllimdən Sadıqoğlu'na. Allah rəhmət etsin. Allah rəhmət eləsin. Bir də Aftandır müəllim rəhmət etsin, bizim ustadımızdır hamımızın. Zakir müəllim də Aftandır müəllim. Bunlar əl çatmazdı. Yəni toyları vardı. Həmin günə qeyri-mümkündür. O cümlədən də Aftalı müəllim də həmin gündə belə deyək də toy götürmüşdü, gələ bilmirdi. Biz Hüseyni dəvət eləməli olduq. Çox belə o xatirələr həmişə orada gördüm rəhməti. Öpüb quzaldırdım ki, çox sağ ol. Sən mənim xeyir işiməyirəm. Sən mənim böyük Məsələn, Hüseyn müəllim şəcərəsi bunun hamısı böyük sənətkarlardır. Bu Həcroba Hüseynovun qardaşı oğlu. Bu daha artıq sözə ehtiyac yoxdur. Yəni, o eşitdiyi şeylər vardı, o muğamlar, o Muğamları çox Bütöy, gözəl, hə, dəqiq məsələn, tədris edirdi. Bəli. bütün ifalar vardı. Oğlu da gözəl ifasıdır. Bəli, Ha, bəli. Pərvin Pərvin gözəl bugün gələcəkdi, vaxtı İstedadlı. olmadı, ona görə gələ bilmədi. Üzr istədi sizlərdən. Dedi Hə. bağışlasın, işim çıxdığına görə gələ bilmədi. Mən, Vaqif müəllim, qabiliyyətlərdən ciddi tədqiqatlar aparmışam. Xeyləmdə kitablarım var. Hə, Allah canı sağ olsun. Qabiliyyətlər irsi əlamətdir. Məsələn, elmdə filosoflar, psixoloqlar, pedaqoqlar, dünyanın bütün sosioloqları sübut ediblər ki, şəxsiyyətin formalaşmasına təsir edən 3 amil var. Birincisi genetik amildir, irsiyyət amilidir. İkinci mühit amilidir. Üçüncü də tərbiyə amili. Bu irsi keyfiyyətlər mühitə düşəndə formalaşır və o istedada çevrilir. O əgər istedad formalaşırsa mühitdə olur talantlılıq səviyyəsi. O talantlılıq səviyyəsi mühitdə formalaşır, o akademik səviyyə yüksəlir. Bax, söhbət o siz dediyiniz ən böyük sənətkarların akademik səviyyəsi təmin edir insanları. Evet. Onun elmi mahiyyəti budur. Amma elmi mahiyyəti odur, həyatda da görürsən uşaqlıqdan talih elə gətirir ki, məsələn, biri atasız qalır, biri anasız qalır, biri yetim böyüyür, biri nəsə başqa bir dərd çəkir içində. O yanır, 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 yanır. O kərpic nətər ki, yandırarsan pişərir. O yanğını hansısa bir alətdə, ya bir səsdə, nədəsə çıxartmaq istəyir. O ehtiyacı olur ki, ona versin, o ötürsün öz içini ora. Onda standart olmur o. O içindən gələn səsi ifa edir. İçindən gələn istəkləri orada verə bilir. Verməyə daha doğru meyillidir də. Sizin sözün gücü bir Amerika vətəndaşı, onlar İngilis təbəliyin qəbul edən adamlar olur, əksəriyyət. Bəli. O adam hardasa əlinə bir tar düşür və soruşur bu hansı xalqa məxsusdur? Azərbaycan xalqına. Başlayır tar çalmağa və gəlir Azərbaycana. Jeffrey ver bax. Tanıyıram. Onunla mən görüşmüşəm. Sonra qaval aldı özünə, ayrı kamança aldı, müxtəlif Azərbaycan xalq çalğı alətlərinin bütün nümunələrindən istifadə edir. Sonra başladı oxumağa. Məlum olur ki, bu genetik mahiyyət etibarilə bunun əcdadı Azərbaycanlı olur. Onun genindən gəlir, onun irsindən İrsən, gəlir. hə, irsən. Amma üzr istəyirəm. Biz görürəm ki, sərbəst danışıq. Hüseyn müəllim həmişə deyir, haşiyədən Mən də kənarda çıxır. gizlətməyəcəm. heç. Demokratik ruh İndi qulaq asın. yaratmaq lazımdır. 2005-ci il deyə 2006-cı il yadımdadır. Azərbaycanlı kimi mənə dəvət eləmişdilər. Mən Fransada idim o vaxtı. Gəlmişdim Bakıya, bir-iki dənə mahnı oxumuşdum. Nəsə.
getmişdik Azərbaycan diasporası yaratmağa Antalya. Gəldik, avtobusla gedirik belə, bu Jeffrini də mən tanımıram. Bir dostum var, o bunu yaxşı tanıyırdı, mənə bunun haqqında məlumat verib. Bu birdən gördüm ki, bir dənə türk gəlib Amerikadan ağac zat gətirib Türkiyəyə əkməyə. Bu türk nəsə deyəndə arvadı da fransuzdur. Bu dedi ki, mən türkləri sevmirəm. Mən türkləri sevmirəm. Qəbul eləmirəm türkləri. Onlar gedib, nə bilim, Hamasla diyaloqa giriblər, nə iniblər? Dedim, hə, deyəm bir dəqiqə. Türkləri sevmirsən və Türkiyədə nə işin var sən? Dedi, yox, mən türkləri sevmirəm, Azərbaycanı sevirəm. Dedim, o nətər olur? Dedi ki, Azərbaycan mənə kamança verib, Azərbaycan mənə ud verib. Axırda qayıtdı ki, Azərbaycan mənə arvad verib. Dedim, nə? Sənin arvadın Cəmilə deyil. Çaşdı qaldı beləncə, bu nə sözdür? Gördüm, mən bundan yaxşı tanıyıram. Bu dostum mənə danışıb ki, bu Cəmilə bunun arvadının baldızıdır, nəsə, həyat yoldaşıdır. Özdə bir pis də hərəkət edib bu burada. İndi gəlib türkləri bəyənmir, Azərbaycanı bəyənir, onun ki, buna arvad verir. Sən kişisən, adamsan, nətər olursan, türklər, Azərbaycan və türkdür. Türkün elə başlanğıcı Azərbaycandır da. Bəli, bəli. Söhbət qadınlardan getdi. Bəli. Mən istəyirəm ki, məclisimizdə iki görkəmli qadın var da. Sağ olun, təşəkkür edirəm müəllim. Fikrimi deyim, çünki vaxtilə Mirzə Cəlil qadın azadlığı uğrunda özünü fəda edibdir. Bəli. Və Mirzə Ələkbər Sabir hələ ondan qabaq. Belə bir deyimi var onun, Bəhri Təvili. O Bəhri Təvildə deyir ki, qız balalar elmdə mahir olalar, əqildə bahir olalar, başdan əyağa giyələr don, gedələr məktəbə onun, tutalar şivə-i bidət, edələr yazmağa adət, aman eyvah, ay Allah. Qıza lazımdır o da ev işi, paltar işi, köhnə yumaq, yun daramaq, don yamamaq, səhni səranı süpürüb, kasəni qabı üfürüb, çiftə kələm dolması, mət halvası, ət bozbaşı, ya kələm aşı eyləməyindəndir ki, orada 3 nöqtə qoyuram. Amma Sabirin qadın azadlığı uğrunda mübarizəsini nəticələri göstərdi. Azərbaycan qadınları indi yüksək mövqeydədir. Hətta bu günləri ölkəmizin rəhbərlərindən biri də Mehriban xanım bizim birinci xanımımızdır. Azərbaycanın birinci qadınıdır. Allah can sağlığı versin. Necə ki, bizim məclisimizin aparıcısı görkəmli jurnalistdir, publisistdir. Təşəkkür İkinci edirəm. xanımımız Azərbaycan qarmon ifaçılığının liderlərindən biridir. Təşəkkür edirəm. Aygün xanımı alqışlamaq istəyirəm. Ürəkdən. Çox sağ ol. Nizami müəllim, bu mövzunun adını bilirsiniz də, sənət fədailəri. O fədailərdən biri də sizsiniz. İstərdim ki, yaradıcılığınız haqqında siz də bir kəlmə söhbət eləyəsiniz. Tamaşaçılara Çox sağ olun danışasınız. ki, Qədir xanım. Gözəl ziyalılarımızla, sənətkarlarımızla bizi də dəvət etmişsiniz bu məclisə. Bu özü böyük bir təşəbbüsdür, böyük bir, necə deyərdim, irəliləyişdir. Sənətə gəldikdə qeyd elədi məndən öncə bizim hörmətli sənətkarlarımız və hörmətli ziyalılarımız qeyd elədilər ki, deməli bu ağrı-acı olmasa sənətkar ola bilmirsən. Mən bayaq qeyd elədim. Bu bütün bu o necə deyir, süd içində hazır yeyib yaşayıb böyüyən adamlar ki var, sənətkar. Onlarda sənətçi çıxmır. Əsl sənətkar. Məsələn, sənətkar harada yetişir? Onun bu zülm içində yetişir də. Məsələn, bir də çox açıqlamıram. Sənətdə mən 68-ci ildə Pionerlər Sarayı deyilən bir saray var idi. O uşaqların bizim Pionerlər Sarayıda o vaxt orada Sonan Bəli Mirzəliyevanın tələbəsi oldum. Orada dərs aldım, o yüzden nota ilə keçirdik. 5 il orada təhsil alandan sonra mən əskəri gedib gələndən sonra rəhmətli Əlibaba Abdullayev vardı, xalq artistimiz, rəqslərin mühəndisi. Vaqif mənim gözəl tanıyır. Özü Mahnı Dövlət Rəqs Ansamblı çalışıb vaxtıyken. Müəllimimiz olub. Bəli. Çox böyük gətirdi ki, o mənim əvəz əmim var idi. Rəhmətli ilə gözəl səs vardı, yaxşı müğənni oxuyurdu. Müğənni deyildi, ticarətçi idilər.
Mənim bütün əmlərim hamısı qardaşım deyil. Belə oldu ki, deməli, mənə əvəz əmim yönəltdi ki, getsən Əlibolu mənim yanında biraz o rəqslərin sirrini öyrən, o rəqs havalarını öyrən, sonra dalından baxarıq, ardınca baxarıq nə var, nə yox. Və bu elə-belə də öz başına gəlmirdi də. Bu musiqi insanın qanında olmasa, genində olmasa musiqiçi ola bilmirsən. Mənim əmim Aşıq Əsgərov, Şirvan Aşıq Məktəbinin belə deyərdim də, yaradıcılarından yox, o sütunu saxlayanlardan biri idi. Çox təəssüf ki, qisməti az oldu, az yaşadı, ömrü az oldu. Amma çox savadlı adamdır. Hətta Vasif Məmmədəliyev onun haqqında danışanda televizorda ki, Azərbaycanda ən çox dastan bilən Aşıq Əsgərov olub. Onu qədər məsəl üçün dastan bilən yox idi. Özü də hətta onun elə dastanlar var ki, məndə 73-74-cü illərdə mən 9-cu, 10-cu oxuyanda onlarla bərabər toylara gedirdim. Cavan uşaq idim, aparırdı əmim yanında məni. Onun da balabancısı o zamanlar İzzət Ali Zülfüqarov idi. Tanınmış balaban zurna ustası və digər sənətkarlar yanındakilər. Mən də bəhrələnirdim, dərs alırdım. Onun dediyi dastanların əksəriyyəti, deməli, Quran ayələrindən, Quranın içindən, məsəl üçün, Yetim Aydın ağı vardı, Cavan Gülşən, Seyfəl Mülk. Çox adam, məsəl üçün, aşıqların çoxu bilmirdi. Mən şahidiyəm ki, o hansı dərəcədə, nə dərəcədə, məsələn, o hər zaman alqışlanırdı o dastanları deyəndə. İçində peşorlar var idi, oynamaq var idi, qəşəng şikəstələr oxumaq var idi. Hər şey var idi içində. Bunun da professionaldır. Həm Bakıda yaşayırdı, muğamı gözəl bilirdi. Bakı sənətçilərini oturdururdu şairlərin zadına və gözəl bilirdi. Mən də bəhrələndim bunlardan, gəldim, çıxdım, Dövlət Rəqs Ansamblında məni dəvət edədilər. Mən qeyd edim, Niyazi müəllim rəhmətli, onda elə çalışırdı, direktordu orada. Məni gətirdilər, orada baxış oldu, mən də ifa elədim, bəyəndilər, götürdülər. SSR Xalq Artisti Leyla Vəkilovun rəhbərliyi altında 10 il o ansamblda çalışdım. Həmin devirlərdə bütün SSR-in məkanında nə ki respublikalar vardı, onların dekadalar, qurultaylar, nə bilim, 10 günlüklər, hamısında iştirak etmişdim az yaşımla. 20 yaşında mən artıq işləyirdim, 77-ci ildə Filarmoniyanın qarman ifası ilə məni işə götürmüşlər. Sənətdə idim, gedirdik, bütün, belə deyək də, turne sahətlərə çıxırdı, konsertlərə verirdik. Sonra yavaş-yavaş mən İncəsənət adım Mirzə Əliyev İnstitutunu bitirəndən sonra Allah sizin qardaşınız da rəhmət eləsin. Allah rəhmət eləsin. Rəhmətli olan aktyorluq fakültəsini bitirir, bir xəbərim var. Rasim müəllimlə oxuyub. Bəli. Oranı bitirdikdən sonra məni dedilər, işləməlisən bu ixtisas üzrə. Mən getdim, indiki Aşıq Əsgər adına sarayda əvvəl qarman şöbəsində işlədim, sonra da orada şöbə müdiri. Saxlayırlar məni, zam direktor, yox, dedim, bu sahə mənimdir, getdim, çalışırdım. Günlərin bir günü, deməli, bir də 1998-ci ildə deyəsən, 97-ci ildə, dəqiq yadımda deyil. İş belə gətirdi ki, biz o vaxtı Vəli Qədimovla yaxınlığımız oldu. Bizim xalq artistimiz Görkəmli Klarnet ustası. Yəni, toylara gedirdik, el şənliklərində olurdu. Belə oldu ki, mənə dəvət elədi, biz bərabər toylara gedirdik. Bizim ansamblə Zeynab xanımla desən gələrsən, dedim, valla, o uşaqlıqdan bizim hamımızın arzumuz olub ki, o boyda ansambl iştirakçı olub. Orada da kim işləyirdi? Avtandil İsrafilov, bizim tarixeyi, ustadımız, Vəli Qədimov, orada var idi, məsələn, Almaz, Gözəl Almazxan nağılı ifaçımız və digər İbrahim rəhmətli uçan, digər sənətçilərimiz. Mən dedim, məmnuniyyətdir. Belə oldu günlərin bir Zeynab xanım mənim ifamı gördü bir məclisdə, onların öz məclisində və çağırdı məni, deyim, ansamblə gələrsin. Mən qəbul elədim, getdim, neysə. 21 ildə sərasər Zeynab xanımın ansamblında fəaliyyət göstərdim. Həmin bu illər ərzində mərhum bizim bəstəkarımız Oktay Rəcəbov, Allah rəhmət eləsin. Bir də gördüm bizim Ağasəlim Abdullayevin Baba Salırov adına ansamblın konservəsiri Xalid məni axtarır. Deyir ki, Nizami, bəs gəldin Oktay mənim səni çağırtırır, gəl gedək bir səni sözür. Gəldim, dedim, niyə sən bəs pedagojik fəaliyyət eləmirsən də, bəs bu cür sənətdən gəldin, heç olmasa bizdə dərsdir. Mən də qəbul elədim, çünki hər halda bizdən yaşlı böyükdür, məsləhət verirlərsə, əməl edirlərsə. Böyüyün sözünü qulağa salır. Bu, Azərbaycançılığımızdan, gəlimizdən, tərbiyədən
irəli gəlib bizim hörmətli professorumuz dediyi kimi. Çox sağ olun. Mən məcbur getdim ora və sənədləri düz 32 il mən pedaqoji fəaliyyətlə məşğul oldum. Deməli, Milli Konservatoriyanın tərkibində İncəsənət Gimnaziyasında. Orada yaxşı tələbələrimiz oldu, tələbələrimizi yetişdirdik. Maşallah, Şəhriyar adında bir Zakataladı, çox gözəl qarmaçalanmışdı orada, məşhur qarmaçalandı. O da Şəhriyardır, ikinci tələbəmiz. Baxşarım əmdə tələbəsi olub, mən də, onun da Zirək kəndində yaşayır. Və Səbrabaddan vardı, digər regionlardan vardı, tələbələrimiz də var. Və toylara da gelirdi kiminlə, Bəhram Nəsibov rəhmətli. Allah bizim rəhmət hörmətli bəstəkarımız və kitab etibarçısı. Deməli, 10 ildə Şama İsayev müğənnimizdir. Biz sadaladığım o şəxslərlə də bir yerdə toylara gelirdik. Və Bəhram müəllimlə də çox gün keçirirdik. Nəsə bu, həm aşırı yaradıcılığı, həm rəqsi yaxşı bilməyim. Deməli, biraz da müşahiət qabiliyyəti və gəldi, mənə çıxartdı. Yavaş-yavaş mən də başladım rəqslər özümdən bəstələməyə, məsəl üçün, mahnılar, rəqslər bəstələməyə. Belə ki, çox idi rəqslər. Qərara gəldim ki, 24-cü ildə Vətən Təranələri adında bir rəqs kitabı ərsəyə gəldi. Orada 12 dənə rəqs var kitabda. Deməli, o da həsr olmuşdu birinci, deməli, uşaqların adına da, qardaşımın nəvələri, mənim nəvələrim adına və orada bir də vətən adına, atributlarımızın adına orada rəqslər var. Sonra 44 günlük müharibədən sonra Allah bizim Ali Baş Komandanımızı və bütün Azərbaycan xalqımızı korusun. Şəhidlərimizi də Allah rəhmət eləsin. 44 günlük müharibədən sonra deməli mən qərara gəldim ki, deməli burada rəqslər bəstələdim, içimdən gəldi, zəfər rəqsi. Müharibə gedə-gedə mən bilirdim qələbə çalacaq. Yəni bir Allahdan gəlmişdi bu. Belə bir məlumat, siqnal nəsə qurban olmalığa. Deməli bir zəfər rəqsi yazdım, İgidlər rəqsi yazdım. Sonra İgidlər marşı. Onu da İlham Anarlı ifa elədi qəşəng. Klipi zadı çıxdı, hər şey o yoruldu. Deməli Şuşa fatihlərinə mən onu həsrlədim. Yəni ikinci kitabım sırf həsr olundu bizim Azərbaycanımızın azadlığı, işğaldan sonra azad olan torpaqlarımızda. Xankəndi rəqsi, Şuşa rəqsi, Zəngəzur rəqsi, Göyçə gölü, İsti su, yəni bunların göstərdim yenə də. Sonra Abşeron yallısı, sonra Dibrar qaytağısı və sonra yenə də bir də bilmirəm, yenə də region yer adlarına belə bəstələdim rəqsləri. Çox sağ olun. Mən Çox sağ olun. bir cümlə deyim rəqslərlə bağlı. Buyurun, buyurun müəllim. Deməli, rəqslər bizim əslində kimliyimizi də ifadə edən bir amildir. Bəli. Bizim qədimliyimizi, Bəli. bizim kökənliyimizi özündə ifadə edən estetik tərbiyə vasitələrindən biridir. Təsəvvür edək ki, bizim 101 rəqsimiz var. O deməkdir ki, bu 101-ci rəqsimizdir. 101 dənə rəqs olub və 101-cini sənətkarlarımız formalaşdırıblar, qoyublar. O 101-dən sonra nə qədər rəqslərimiz oldu? İndi burada oturan sənətkarlar özləri nə qədər yeni rəqslər ora əlavə edədilər. Bizim rəqslərimizin sırası nə qədər zənginləşdi. İndi bugün toylarımızda o rəqslər ifadə olunurmu? Bir dənə müğənni oxuyur, bunu deyirəm. Qoy, belə deyək ki, cəmaatımız da, toy eləyənlər də, Allah xoşbəxt eləsin balalarım. Yəni bizim o ənənələrə xələl gətirməsinlər. Müğənni oxuyur, danışır, toy qurtarır. Amma bizim o rəqslərimiz, köhnə rəqslərimiz, Dərbəndi adı var. Görün, Dərbənd bizim Azərbaycanın ilk paytaxtlarından birisidir. Və Qafqazı rəqsimiz var. Və o rəqslərin içərisində o qədər bizim, belə deyək ki, yer adları, belə insan adları, sənətkar adları, o qədər çiçək adları, gül adları, yəni insanın estetik məzmunun özündə əks etdirən adlar var. Bunlar hamısı sıradan çıxıb gedir. İndi rəqslərimizi sual verək, lap məktəblilərə, uşaqlara. Bir-iki dənə rəqslərimizi sadalayın. Rəqslərimizin adını bilən yoxdur. Rəqslərimiz yavaş-yavaş Azərbaycan musiqi mədəniyyəti tarixindən silinmək üzrədir. Bu sensasiyanı mən ona görə deyirəm ki, zəhmət olmasa, qoy
Fərhad müəllim. rəslərimizi Sözümüzə qüvvət. məclislərimizə gətirək adları ilə. Bəli. Sözə qüvvət Qənilə xanım. Deməli, bu kitablar ərsəyə gəlməsi üçün deməli Bakı Musiqi Akademiyasının rolu böyük oldu. Başda SSR Xalq rəssi Fərhad Bədərbəyli olmaqla deməli qabaqcadan bu getdi Elmi Şuraya. Şu Elmi Şurada bir-bir rəqsləri yoxlayırlar ki, bu rəqs digər rəqsə oxşamasın. Digər mahnıya, sətirlər oxşamasın. Bəli. Və ərsəyə Əsas odur ki, plagiat olmasın. Bəli, plagiat deyil və Rauf Bəhmənli də notlarını yazıb, bizim hörmətli professorumuz. Və mən nə demək istədim? Bugünkü gündə bax, iştirakçılarımız görürsünüz, Fərhad müəllim özü qarmanla başlayıb sənətə. Yəni ki, bilir, gözəl anlayışı var, tədqiqatlar deyib, bilir hər şey. Vaqif müəllim həmçinin, Agün xanım. Qarman haqqında ilk kitabı Mənim mənim. ilk kitabı var, məndə də var kitab Fərhad müəllim. Yəni, biz də çalışmışıq ki, heç olmasa özümüzdən böyüklərə oxşayır, nəsə ərsəyə gətirək. Çox sağ olun, çox Və sağ olun. hal-hazırda yaşayan bizim kalife sənətçimiz var. Zakir Mirzəyev, Allah Bəli, can sağlığı versin. canlı O bizim əfsanə, bəli. qarma sənətinin misal, necə deyərlər, canlı Verilişimdə olub kalifeydi. burada. Və onun simasında bütün qarmaçaları mən alışdırıyorum. Nizami Zakir müəllim. Mirzəyev deyəndə mənə elə gəlir ki, hökmən muğam Muğam rəqs rəqsi Bəli. bəli. haqqında bir iki Bəli. cümlə deyək. Çünki o Azərbaycan muğamlarında da özündə ehtiva edir. Azərbaycanın rəqs musiqisini də özündə ehtiva edir. Azərbaycançılıq var musiqide. Və o muğam hissəsinə qulaq asanda adam belə deyək, adamın estetik mədəniyyəti elə bir səviyyəyə yüksəlir ki, adam mədəni istirahət edir. Və rəqsə gələndə adam durub əl götürüb oynamaq istəyir. Qurban olum sənə. Rəqsə gələndə əl götürüb oynamaq istəyir. Əvvəl gəlib nə deyir? Deyir ki, bir şey çal, Qulaq. oynayaq. İndi deyir, bir şey oxu oynayaq. Fərhad müəllim. Bu nə deməkdir, Bu qardaş? ən böyük dərdimizdir, Bəli, ən böyük nöqsanımızdır. bəli. Və bu səbəbləri yaradan, əmələ gətirən tərəfləri biz islah eləməsək, nə sənin dediyin, nə də mənim dediyim Rəqs. əyaniləşə bilər. Rəqs. Millətin heykəlidir. Bəli. Başa düşdün, mən rəqqas olmuşam, bilirəm də bu işi. Fərhad müəllim. Bu, bir dəqiqə. Buyurun. Deməli, gürcülərə baxırsan, kişiləri kişi kim oynayır? Qadınları süzür. Başa düşsən. Qandaqan Hə. rəqsi var onların. Mən demirəm, ha, böyük sənətkarımız olub, Əminə Dilbazı, məsələn, filan beşməkan. Mən qəbul eləmədim mən o işi. O Çınar ansambl qoyuldu ya, yadınızda deyil. Qızlar oğlan kimi oynamamalıdır, şıllaq atmamalıdır. Bizim qızlar, mənim mənəviyyətim, mənim qadınımın, mənim anamın, bacımın hərəkəti deyil o, ayaqlarımı Rəhməti Erdoğan qaldırır. Olmaz müəllim be. gözəl verildi. Ha, Klassikalar hamısı verildi. Dağıstanlılara baxırsan, kişilər qartal belə bil ki. Qadınlar süzür, elə bunlar da onun ətrafında süzürlər. Bu millətin xarakterinin heykəli deyə. Bu heykəli sən, mənim Azərbaycanımın mentaliteti budur. Onu göstərin də. Ya ona uyğun da rəqslər qurulmalıdır, başa düşürsən, yazılmalıdır da, oynanmalıdır da. Mən məsələn o rəqs ansambllarına zadına imkan olmur da ki, gedib sözünü deyəsən ki, qardaş, belə deyil. Vaqif müəllim sözü burada 2003 deməli 23 Nisan Türkiyədə Cozcular Bayramı keçirilir. Orada mən çox sevindim, oturmuşam TRT-yə baxıram. Birdən gördüm ki, Azərbaycan ekibi çıxdı. Mənim bəstələdiyim musiqi var. Notda da var kitabda. Həmin musiqini onlar rəqs edirlər, oynadılar. Böyük qürur. Həsən. Fərhad müəllim. Bayaqları siz Zakir Mirzəyevin adını çəkdiniz. Zakir Mirzəyev də böyük sənətkardır, sənət fədailərindən biridir. Dəyərli tamaşaçılarımız, bildiyiniz kimi bugünkü qonaqlarım hamısı sənət fədailəridir. Fərhad müəllim, sənətkar olmaq asan deyil, eləmi? Hər adama sənətkar demək olmaz. Bu suallardan sizə birazdan yenə verəcəm. İstərdim ki, tamaşaçıların, dəyərli qonaqların istəyi ilə musiqiyə keçək. Vaqif müəllim ifasında bir gözəl musiqi. Sonra da söz veriləcək Aygül xanıma. Olar, amma bir şey deyim də. Bayaqlar mən bir söz dedim ki, o qürbətdə olan vaxtı insan vətənin qədrini daha çox bilir. Çünki orada gəlmək istəyirsən, gələ bilmirsən. İmkanın yoxdur da məsələn. Qalmırsan, illərlə qalırsan orada. Ay yanırsan, başa düşürsən ki, sənin itirdiyin şey nəymiş? Sən orada bəyənmirdin, oturmuşdun orada, naşükürlük edirdin ki, mən
məni başa düşmədilər, məni tanımadılar, məni nə oyan bir yan. Sən özü hələ bir tap, yan içəridə. O yanğını sənə qürbət verir. Mən onu yaşamışam, başa düşsən. O qəriblikdə mən o vətən üçün nətər başımı yorğanıma belə çörmüşəm, uşaqlarım görməsin, nətər ağlayırdım mən orada. Və anam rəhmətə getdi, mən gələ bilmədim. Canım yoxdur mənim üçün. Gələndən sonra nə olsun? O yanğını, Allah rəhmət eləsin. o yanğının içində çəkdin, sənə bu lazım idi də, deməli, getdin sən ora. İndi gəlmişsən, indi buyur. İndi deyirsən ki, mən bir şey oxuyayım. Bəli. Mən gəlmişəm otağına, durum düşün ay ayağına. Bir rəhm elə qonağınam, ana mən qəribəyəm qərib. Bir rəhm elə qonağınam, ana mən qəribəyəm qərib. Ana mən qəribəm qərib, bacı mən qəribəm qərib. Ay ana mən qəribəm qərib, bacım mən qəribəm qərib. Bizim çaylar daşlıyorlar, güzel kızlar saçlıyorlar, qərib gözü yaşlıyorlar. Anam mən qəribəyəm qərib, qərib gözü yaşlıyorlar. Anam mən qəribəm qərib, anam mən qəribəm qərib. Bayacı mən qəribəm qərib, ay anam mən qəribəm qərib. Bacı mən qəribəm qərib. Qərib gedəriz itirər, əlin Xudaya götürər. Qərib ölsə kim götürər, anam mən qəribəyəm qərib. Qərib ölsə kim götürər, anam mən qəribəyəm qərib. Anam mən qəribəm qərib, bacı mən qəribəm qərib. Ay anam mən qəribəm qərib, bacım mən qəribəm qərib. İstədim çarx ilə birlikdə bu dünyaya gəlim. Gəlişimdən sevinib adəm olubdur bədəlim. Zərdüş evladım mənəm, ərşə çıraq paylamışam. Ərş əlaya ucalmış, günəşə çatmış əlim. Mənə üqbadə cəhənnəm odu təsir eləməz. Mənə üqbadə cəhənnəm odu təsir eləməz. Çünki Azər vətənəm, ateş olubdur əzəlim. Saldaş üstündə durur millətimin təqvimi. Köhnə tarixlə Qobustanda qoyulmuş təməlim. Xalqımın astanası məsləkimin qibləsidir. Kaş ələkdər bu gözəl türbədə çatsın əcəlim. Aman aman aman.
uşaq, mənim ayrılığa tabım yox. Tabım yox. Belə bir sualım da olacaq sizə. Hə. Klassik ədəbiyyatda musiqinin yeri necədir? Bir də bir tamaşaçının sualı var ki, sənətdə sənətkar olmaq asan deyil, eləmi? Elədir. Bir də sadəlik nədədir? Bu Aha. tamaşaçı sualıdır. Deməli, Azərbaycan klassik ədəbiyyatında musiqinin yeri ilə bağlı çoxlu məlumatlar, informasiyalar var. Məsələn, belə deyək ki, Ömər Gəncədən tutulmuş, Qətran Təbriziyə qədər. Qətran Təbrizi, Nizami Gəncəvi ta Füzuliyə qədər, ta Əliağa Vahidə qədər. Musiqiyə çox yüksək səviyyədə qiymət verilir. Nizaminin Xosrov və Şirin poemasında Xosrov üçün bir eyş-işrət məclisi təsvir olunur. Ora iki görkəmli musiqiçi çağırılır. Onlar necə yarışırlar? O yarışı necə gözəl. Adam elə bilir ki, bu Nizami Gəncəvi konservatoriya qutarı. Bu muğamı necə bilirmiş? Deyir ki, ne dedi torpaqdan ucalan zaman, kəsdirlər başımı bədəndən haman. Cismimə vurdular 9 yaranı, onun üçün sızlaram, ağlaram aman. Nizami Gəncəvi təsəvvür edir ki, neyin mahiyyətini açır? O nalənin təsir gücünü, dinamikasını verir. Üstəlik o 9 notun ardıcıl necə sıralanmasını o neydə 4 dənə belə, 1 dənə belə təsəvvür elə. Bu Füzuli Həftəcam əsərini yazıb. Azərbaycan xalq çalğı alətlərinin yaranma tarixindən onların inkişaf mərhələlərini göstərir ora. Təsəvvür elə ki, belə deyək ki, ta zərb alətinə qədər. O vaxt qaval, dəf. Deməli, deyir ki, meyvə gətirən bir ağacı kəsdirlər onlar. Bir dairə kəsdi o ağacdan iti mişar. Ateşlər içində əridib daşları yeksər, hazırladılar boynum üçün xeyli zərəklər. Sonra ayrı bir aşı onlar bədənindən soydu dərisin ki, bugün hazır olun mən. Füzulinin elə bil ki, təsəvvür elə ki, musiqi sahəsində nə qədər biliyi səriştəsi olub ki, bir zərb alətinin yaranmasının belə deyək ki, bütün mexanizmini, bütün detallarına qədər. Qaval dərisi hökman. Əvvəla yumru olar, onu ağacdan kəsərlər, meyvə ağacından düzəllərlər. Onun sağanağını, belə deyərlər. Məsələn, qoz ağacından, şabalat ağacından, xüsusilə tut ağacından. Ona görə deyir, meyvəyə gətirən bir ağacı kəsdirlər onlar. Bir dairə kəsdi, o ağacdan iti mişar, yumru olur. Sözü gör necə gətirir. Ateşlər içində əridib daşları yeksər, hazırladılar boynum üçün xeyli zərə. O zınqırovlar var, yumru. Bəli, böyründə belə zınqırovlar yumru. O, belə deyək, ritmikaya gözəllik verən bir səs verir. vasitə kimi vaxt ilə qəbul olunur. Sonra ayırıb birbaşa onlar bədəni, keçini kəsirlər, onun dərisini soyurlar, hazırlayırlar. Qavala yapışdırılı olur qaval. Sonra ayrı birbaşa onlar bədənindən soydu dərisin ki, bugün hazıram. Füzulinin gör, təsəvvür elə ki, o təşbihlərlə, o istiyarələrlə, o mübaliğələrlə, o təşbihin ən sirli tərəflərinə bizə çatdırdığı estetik dəyərlər, estetik görkəm, estetik tərbiyə, estetik məzmun o qədər genişdir, həm elmidir. Həm sistemlidir, həm ardıcıllıq var, həm sənətşünaslıq var, həm məntiq var, həm fəlsəfi məqamlar var, hər şey var Füzulinin. Bəlkə Nəsimi də elədi, bütün məsələn, özdə insanı özünü özünə tanıtdırır. Əvvəlcə özünü tanıyandan sonra o alətə keçə bilirsən də. Elədir. Bax, gör nə deyir? Deyir ki, surətinin səhifəsində gör nə yazmış ol qədim. Oxudum o xətti Bismillahirrahmanirrahim. Alnına elhamdülillah yazdı Rəbbil aləmin. Qoydu eşqin yol üçün. Haza sıratın müstəqim.
Bax elə budur sırat-ı müstəqim. Ya Allah Taala'nın eşqidir qoyulub insanın içinə ki, ona tərəf getsin. Başa düşürsən? Bax bu da, bu alətlər də o eşqin səsidir. Bəli, Başa bəli. düşürsən? Biz o Allahın verdiyi, bizim içimizə qoyduğu eşqin səsi, yəni ona tərəf çağırır. Simvoludur, rəmzidir. Allaha gedən bizim vasitəmizdir bu alətlər. Ona görə bütün müşahirlər, bütün o böyük dahilər məğzinə giriblər ki, şükür Allah bu günlərdə. Sağolun, başqa detalları da vardı, onu xatırladım. Prosta söz kəsmək olmaz. Siz demisiniz mənə, böyük sənətkarlar deyib ki, söz kəsmək olmaz. Özünə hörmətsizlik olur. Elədir. Fəraim müəllim, sizin sadəliyinizdən bir dənə sual vermək istərdim. Sadəlik sizdə nədədir? Bir də ki, hər adama sənətkar demək olarmı? Bir də sizə yenə bir sualım var ki, Aygün xanımın ifasından sonra istərdim ki, Aygün xanım haqqında öz fikirlərinizi deyəsiniz. Deməli, sadəlik insanın məzmunudur, mahiyyətidir. Bəli. Məzmununu deyəndə, məzmun xətti deyəndə, insanın ora gedir xarakteri, insanın gedir davranış mədəniyyəti, insanın gedir elmi səviyyəsi, insanın genetik məzmunu birincidir, amma sonuncuda özünü göstərir o. Sadəlik insanın yaraşığıdır. Necə deyirlər ki, ağac nə qədər bar gətirsə, yenə başını aşağı salır ki, ona da belə ağac qoyurlar ki, həmişə bolluq olsun da. Sizin ürəyiniz böyükdür. Amma sadəsiz də onu demək istədim. Bəs atalar deyir də, sadəlik sultanlıqdır, böyüklükdür, şərqlıqdır. İndi bir türk müğənnisi deyir, bu dünyada Bəzircan nədir, sultan nədir, şah nədir, filan nədir. Hamısı gəlib gedibdir. Amma onların içərisində o sadəlik, mərifətlilik, əxlaqlılıq, ləyaqətlilik, şərafətlilik, mərifətlilik, tərbiyəlilik hamısı birləşib ehtiva edibdir. Ona görə o sadəlik... Mən təşəkkürümü bildirirəm ki, sizə çox danışdırdım, amma bir sualım yenə olacaq sizə. Buyurun. Aygün xanım ifasından sonra. Yaxşı. Aygün xanım, buyurun səhnəyə zəhmət olmasa, məharətinizi göstərin böyük müəllimlərin qarşısında.
Əslində Bravo. bu rəqsə, yəni Rahimin rəqsinə müraciət edənlər çox olubdur. Bu rəqsi mərhum qardaşım Abtalib Sadıqov mənim böyük Allah rəhmət oğlumun eləsin. anadan olması Məkanı cənnət münasibətilə yazıbdır, ona həsr eləyib. Həmin Rahim bu günlərdə, bu yaxınlarda İqtisad elmləri doktoru alimlik dərəcəsi almaq üçün müdafiə eləyibdir. Yəni o adı doğruldu. İndi həmin o elmlər doktoru adını daşıyan Rahim üçün Rahimə həsr olunan o rəqsi indi bizim Aygün xanım ifa elədi. Amma becik şəkildə çalınır da, belə el dilində deyək də. Bu orta tempdə çalınıb, hamısı nə qədər müraciət eləyən olubsa, hamısı orta tempdə çalırlar. Amma bu rəqsi belə becik formada çalmaq çox çətindir. Mən alqışlamaq istəyirəm. Hamımız alqışlayaq Aygün. Allah rəhmət eləsin Abtalib müəllimə. Mən Abtalib müəllimin sinifinin həmişə qonağı idim. Abtalib müəllim Asəsin adına musiqi kollecində dərs deyirdi. Çox istəyirdi məni. Mən də onun xətrini dünyalar qədər həm onun sənətinə, həm şəxsiyyətinə, insanlığına, sadəliyinə vurulmuşdum. Mən o xəstə yatırdı, yataqda xəstə yatanda mən zəng elədim, icazə aldım o rəqsi ifa eləmək üçün. O mənə halallıq verdi və o rəqsi ondan sonra yazdırdım. Sonra o rəqsə qulaq asdı özü bir dəfə. ASTV-də ifa eləmişəm. Qulaq asdı, çox bəyəndi, alqışladı. Dedi halallığını verirəm qızım. Allah ona qəni-qəni rəhmət eləsin. Qardaşı Fərah müəllimə can sağlığı. Nə qədər ömrü var, can sağlığı. Deməli, bu qarman ifaçılarının hamısı haqqında müəyyən mənada yazmışam. Tədqiqat aparmışam. Çünki qarman bizim həyatın aparıcı siması olub. Bizim ailənin bütövlükdə məişətinə daxil olub qarman ifaçılığı. Ona görə bu gün də sevirəm, ömür boyu da sevəcəm. Çox qarman ifaçıları olubdur. Hərənin öz üslubu olubdur. Amma Aygün xanımın üstünlüyü ondan ibarətdir ki, sözün əsl mənasında yeni bir məktəb yaradıb da. Heç kəsə bənzəməyən, Gəncdir, amma heç bir üslubu təkrar eləməyən və bəstələdiyi rəqslərdə plagiatdan uzaq olan orijinal melodik imkanlardan istifadə edən bir sənətkardır. Və buna nail olması üçün bütün ömrünü sərf edir. Ramiz Rövşənin bir şeiri var, deyir ki, hərə bir daş qoydu bura, mən də öz daşımı qoydum. Daş çatmadı bu divara, axırda başımı qoydum. eşq olsun gənc istedadlı sənətkar Aygün xanıma. Bax, bunlar, bu tipli sənətkarlar başlarını qoyur. Ramiz Rövşənin başqa bir bu barədə belə musiqi ilə bağlı olan bir şeiri var. Deyir ki, xüsusilə müğənnilərlə bağlı. Deyir ki, bu oxuyan kimdir axı? Müğənni deyəndə əlimi mənə vurmayın. Yox, siz baxmağınız istədik ki, siz baxarsınız. Bilirəm, başım düşürəm. Sənin qanun musiqidir, muğamdır. Qanun sənin bütövlükdə muğam dünyasının ayrı bir tərəfini özündə səciyyələndirən amillərdən ibarətdir, əzizim. Bilirəm, zarafat. Və deyir ki, bu oxuyan kimdir axı? Səsi də yoxdur, oxuyur. Xəbəri yoxdur, qar yağır. Hava sazaqdır, oxuyur. Kimdir, kimin qardaşıdır? Bəlkə qəribdir, naşıdır. Bəlkə kefi lap yaxşıdır, özü sərxoşdur, oxuyur. Yaman Bəlkə də lap dəlidir, dəli. Aləmdən yoxdur xəbəri. Bəlkə lap çoxdandır bəri. Nə gözəl. Özü də yoxdur, oxuyur. Fikir verir, məntiqə, fəlsəfəyə bax. Qədər müğənnilər var. Onların bir qismi də, bir qismi. Özləri yoxdur, elə oxuyurlar, elə ki var. Səsi gəlir. Amma elə sənətkarlar var ki, özləri bugün də var, sabata var. Gələcəkdə də olacaq. Belə sənətkarlardan biri də Aygün xanım. Fəraim müəllim, sizin icazənizlə o ki, belə dediniz ki, belə ki, özündən xəbəri yoxdur, yəni səsi gəlir amma oxuyur. İcazənizlə onların bir kuplet canlı ifa eləm. Görüm necə baxırsınız? Nə deyim? Rəşid Beyfudovdan bir kuplet ifa eləyim. Canlı. Bilirsiniz, o vokal imkanları olan adamlar gərək həmişə mütəmadi olaraq ifa eləsinlər. Əgər səs varsa, vokal imkanları varsa, poetik tərəfi yaxşı bilirlərsə, çünki mahnı iki tərəfi var. Biri söz tərəfidir, ikinci melodiya tərəfidir. Fikir verin, bir tərəfində əgər Nizami Füzuli varsa, ikinci tərəfində Qara Qarayev var, Ciyər Hacıbəyev var, Fikir Təmir var.
bu böyük bir Cahangir fikir verir. Bəli. İdi Cahangirov eşitdik, Allah rəhmət eləsin. Zərif gülüşlü. Mən tələbə olanda qarmon ifaçılığından daha ciddi məşğul olurdum. İlk dəfə televizorda o öz fəaliyyət musiqi nümunələrini təqdim edəndə mən həmin Aygün xanım və Cahangirova Zərif gülüşlü. məxsus olan zərif gülüşünü ifa eləmişəm. Ona görə belə sənətkarlar bu gün də yaşayır, sabah da yaşayacaq və gələcəkdə yaşayacaqlar və onların ifa elədiyi ümumiyyətlə xalqın estetik mədəniyyətinə xidmət edən çox böyük nümunələr kimi dəyərləndiriləcək. Sağ olun, var olun. İndi bircə kuplet deyəcəm mən. Ondan sonra sizin icazənizlə sonra Nizami müəllimin musiqisinə keçəcək. Günlərin birində vuruldum yaman, bir ala gözlünün, bir şirin sözlünün, bir mələk yüzlünün oduna yandım. Bir gün qapılarında xeyli dayandım. Gəlmədi, düşündüm, nə söylədim, bəlkə onun qəlbinə dəydim. Gəlmədi, ürəyim sevməzdi, gözlərim görməsəydi. Gəlmədi. Təşəkkür edirəm sizlərə. Nizami müəllim musiqi ilə söz sizə verir. Buyurun.
Nizam müəllim, mən sizə öz təşəkkürümü bildirirəm bu gözəl ifanıza görə. Var olsun əlləriniz, barmaqlarınız var olsun. Mən sevinirəm ki, bugün siz mənim verilişimdə iştirak elədiniz. İndi istərdim ki, öz ifama keçəm. Əlbəttə, tamaşaçıların, bir də gözəl bu qonaqların istəyilə. Bugün ayın üçüdür, de gülüm anay nay narinay. Bugün ayın üçüdür, de gülüm anay nay narinay. Girme bostan içidir, yar girme bostan içidir. Girme bostan içidir, yar girme bostan içidir. Dodakların tam şeker, dodakların tam şeker. Dilim badam içidir, yar dilim badam içidir. Dilim badam içidir, yar dilim badam içidir. Kız belin incedir ay ince. Kız belin incedir ay ince. Ləvləri gönçədir gönçə, ləvləri gönçədir gönçə. Qız belin incədir incə, ləvləri gönçədir gönçə. Dam üstədir damımız, de gülüm anay nay narinay. Dam üstədir damımız, de gülüm anay nay narinay. Qoşadır eyvanımız, yar qoşadır eyvanımız. Qoşadır eyvanımız, yar qoşadır eyvanımız. Sən oradan çıx mən buradan, sən oradan çıx mən buradan. Hey hey hey. Kör olsun düşmənimiz, yar kör olsun düşmənimiz. Kör olsun düşmənimiz, yar kör olsun düşmənimiz. Qız belin incədir ay incə. Qız belin incədir ay incə. Ləvləri gönçədir gönçə, ləvləri gönçədir gönçə. Ləvləri gönçədir gönçə, ləvləri gönçədir gönçə. Araqçının məndədir, de gülüm anay nay narinay. Araqçının məndədir, de gülüm anay nay narinay. Sərmişəm çəməndədir, yar sərmişəm çəməndədir. Sərmişəm çəməndədir, yar sərmişəm çəməndədir. Dünya gözələ dönsə, dünya gözələ dönsə, mənim gözüm səndədir, yar mənim gözüm səndədir. Mənim gözüm səndədir, yar mənim gözüm səndədir. Qızları gönçədir ay gönçə, qızları gönçədir ay gönçə. Qız belin incədir incə, qız belin incədir incə. Ləvləri gönçədir gönçə, ləvləri gönçədir gönçə. Fərani müəllim, ifam xoşunuza gəldimi? Əla, valla. Xoşunuza gəldimi? O nə xoş mənə. Təşəkkürü bildirirəm sizə. Özümə də təşəkkürümü bildirirəm ay Allah. Yaxşı ki varım. İndi istərdim ki, çox danışmadan elə mövzu qoymuşam ki, danışdıqca danışılır, elə yağ kimi gedir. Ona görə də sizlərdən mən üzr istəyirəm ki, elə danışmamaq üzrə, elə musiqiyə keçək. İstərdim ki, mən buna balaca qız deyirəm. Aygün xanım, balaca qız da mı göstərək gəldim?
xanım, o ikinci musiqin də çox gözəl idi, çox gözəl ifa elədi. Təşəkkür eləmişəm. Mən bayaq da Fəraim müəllimə demişdim ki, Aygün xanımın musiqisini haqqında siz deyərsiniz. Necədir, xoşunuza gəldi mi o ifası Aygün xanım? Aygün xanım, onun bəstəkarı kimdir, onu bəstələyən? Deməli, Fərahim müəllim, bu rəqsin müəllifi Zahid Məmmədov, mərhum sənətkarımız. Hə, Zahid müəllimlə tanış olmuşam Tiflisdə. Onu Gürcüstan toylarına çox aparırdılar. Çox sevirdilər onu. Və mən də Tiflisdə namizədliyimi müdafiə eləmişəm. Oteldə qalırdıq. Onu gəlirdilər, oradan aparırdılar. Nə gözəl. Və bir neçə müddət orada oteldə qalmışıq. O boş olan günlərdə otururduq, dərdləşirdik. Rəhməti Abtalıb haqqında çox yüksək fikrə malik idi. Və onun ifasını Abtalıb bilirsiniz nətərdir? Toy ifaçılığında bənzəri olmayan adam oldu. O ayaq üstə toyu keçirirdi. Ayaq üstə bütün məclis hamısı ona diqqət edirdi. Bütün məclis əhlinin diqqətini cəlb edirdi özünə. Çox meydangir idi. Çox meydangir idi. Ona görə çox sevirdi. Oturduq xeylən söhbət elədik. Mən indi bilmirdim ki, onun rəqsini ifa eləyəcək bizim Aygün xanım. Allah rəhmət eləsin. Məkanı cənnət olsun. Çox gözəl bəstədir, çox gözəl melodiyadır. Onun ritmi də, ahəngi də, insanın estetik şuuruna təsiri də, insanın mənəviyyat bütövlüyünü təmin edən tərəfləri də çox güclüdür. Mən sevdim onu. Afərin olsun. Təşəkkür edirəm. Belə gənclərdən azdır, yoxmu? Belə gənclərdən azdır da. Bu tez götürür. Eləsi var, məsələn, bir sözün 2 dəfə deyirsən. Amma bu tez götürür. Elə bir ki, neçə yaşı var? 60 yaşı var. Bilirsiniz nətərdir? Bax, bu günləri sizin dəvət elədiyiniz qonaqların hər birisi klassik ifaçıdır. Bəli. Klassik ifaçıdır. Bu sözü mən deyirəm. Bəli. Və onun izahını da mən verirəm. Bəli. Bax, aparıcılar, jurnalistlər, publisistlər, bəzən lap elə müəllimlər klassik sözünü ifa eləyəndə, deyəndə elə bilirlər ki, klassika köhnə zamanda, o ölüb gedən yazıçılar klassik yazıçılardır, o qədimdə yazılan əsərlər klassik əsərlərdir. Xeyr! Klassik həmişə də var. Belə deyil. Klassik sözü Yunan sözüdür. Klassimus sözündəndir. Əla növ deməkdir. Bəli. Deməli, bir şey ki, bir ifa ki, əla növdür, deməli o klassik əsər sayıla bilər. Bir ifası ki, əla növ ifa eləyir, ona elə klassik ifası demək olar. Bax, bu klassik ifasıları almışamarlar. Çox sağ olun. Vaqif mənim, buyurun səhnəyə zəhmət olmasa, ikinci bir ifanızı ifa edən tamaşaçıların istəyirəm. Mən indi fərqli bir ifa edəcəm. Yəni ki, bizim buyurun. Köhnə zamanlardan gələn qaqaşlar ki var. Bala çal yavaş yavaş yol verin gelir qaqaş. Bala bala çal yavaş yavaş yol verin gelir qaqaş. Charleston'du çəkmələri, qollarında döymələri, xatırlayır görnələri, nəsilləri, köhnələri, yadına salır o tinləri, mənələri, o kişiləri. Alım ağrılı qədəsini, ərinin öşünü alasını, alım ağrılı qədəsini, ərinin öşünü alasını, incitmə Bakılı balasını, ona sataşan peşman olur. İncitmə Bakılı balasını, ona sataşan peşman olur. Bala bala çal yavaş yavaş yol verin gelir qaqaş. Bala bala çal yavaş yavaş yol verin gelir qaqaş. Bakının şanları, hasarlar basıp bağları, Ardadı Bakı şanları, hasara alıblar bağları. Gedir Abşeron qumları, Xəzri əsib tufan olub, kesilib şanının tumları, qapazı yiyən bağban olub. Bala bala çal yavaş yavaş yol verin gelir qaqaş. Bala bala çal yavaş yavaş yol verin gelir qaqaş.
eskidə Tahir Qədeş dastan olub Ağa Səlimə Koroğlu Təykənli beldə məskən olub Seyfəl Qədeş SSR-də hörmətli bir insan olub Bunlar hamısı əldən tutan canlara deyən oğlan olub Cəmaatımız bu kişilərin əməllərinə heyran olub Bala bala çal yavaş yavaş yol verin gəlir qaqaş Bala bala çal yavaş yavaş yol verin gəlir qaqaş Çəkir əziyyəti, görür bugün vəziyyəti Axtarır keçmiş hörməti, ona deyirlər çoxdan olur Axtarır keçmiş hörməti, ona deyirlər çoxdan olur Ağatlı oğlanlar qaçıb, canavarlar quduzlaşıb Məlik Məmməd quyuda çaşıb, qəhrəmanımız cırtdan olub Kreditlər başdan aşıb, qaqaş da var yoxdan olub Bala bala çal yavaş yavaş yol verin gəlir qaqaş Bala bala çal yavaş yavaş yol verin gəlir qaqaş Da gəlib yerin tapar elə yaşa ki rəhmət abad Toxunacdan nə xəbəri var ruzumuz Allah'dan olub Toxunacdan nə xəbəri var Başıva gələn lapdan olur Bala bala çal yavaş yavaş yol verin gəlir qaqaş Bala bala çal yavaş yavaş yol verin gəlir qaqaş Charlestondu çəkmələri qollarında döymələri Yadıma saldı o tinləri, mənələri, o kişiləri Bala bala çal yavaş yavaş yol verin gedir qaqaş Bala bala çal yavaş yavaş yol verin gedir qaqaş Bala çal yavaş yavaş yol verin gedir qaqaş Vaqif müəllim, Bəli. bu ifanızı birinci dəfə deyəsən eşitmişdi Fəraim müəllim. Görürsünüz, gənclərə dəstək olduğuna görə dedi gənclər bizdən sonra daha çox bəyənəcək bu ifanı. Təşəkkür edirəm sizə bu ifaya görə. Müəllim sizə də təşəkkür edirəm ki, siz heç kəsin ürəyini qırmırsınız. Hətta mənim ürəyimi də qırmadınız. Mən müğənni deyiləm ki, prosta xoşum gəlir bəstəkar mahnılarını ifa etməyə. Söz verilir, Nizami Əsgərov.
Fəraim müəllim, bugünkü verilişimiz sona çatdı. Gələn ayaqlarımız var olsun. Ayrı-ayrılıqda hamınıza öz təşəkkürümü bildirirəm. Dəyərli tamaşaçılara Allah can sağlıq versin. Verilişi ilk öncə başlayanda sualı sizə verdim. İndi veriliş qutardı, ona görə də sizə demək istəyirəm ki, verilişdən razı qaldınızmı? Qızıl Səslər verilişindən. Bir verilişdə ki, klassik ifaçılar olacaq. Bəli. Bir verilişdə ki, klassik insanların özləri, klassik ifaları ilə iştirak edəcəklər. O məclisdən narazı qalmaq olarmı? Heç vaxt. Razı qalmamaq olarmı? Əksinə, mən bu klassik ifalardan zövq aldım. Mən bu klassik ifalardan estetik mədəniyyətə dinamik təsir edən belə bir amillə elə bil yaşadım. Bu ifalar sözün əsl mənasında çox orijinal oldu. Bu orijinal musiqiləri hamı sevir. Çünki bu ifaçılar klassik məzmun kəsb elədiklərinə görə ifaları da klassik məzmun kəsb elədi. Ona görə mən elə güman edirəm ki, harada klassik ifa var, harada klassik insanları var, harada klassik yanaşma var, o veriş özü klassik məzmun kəsb edəcək. Yox, hamı söz sizə verilir. Təşəkkür edirəm Qənirə xanım, gözəl dəvət üçün. Mənim üçün bugün xüsusi bir gün oldu. Sənətkarların ətrafında, sənətkarlarla bir yerdə verilişi paylaşmaq. Çox minnətdaram, verilişiniz axarlı olsun, həmişəki kimi təbii olsun həmişə. Çox sağ olun. Qızıl Səslər verilişinə layiq olan siz kimi insanlardır. Vaqif mənim zəhmət olmasa, həmişə siz mənim verilişimdə olmuşsunuz. Bugünkü verilişdən də razı qaldınızmı? Necə oldu? Necə, narazı qalmadım. Razı qaldınızmı? Həmişə mənim verilişimdə Allah rəhmət eləsin, Hüseyin Bakılı ilə də çox oldu. Sizin müəllimimiz Hüseyin Bakılı, Allah rəhmət eləsin ki, sizi kim belə tələbə yetişdirir. Nizami müəllim, buyurun. Mən bugünkü gündən xüsusi zövq aldım. Bilirsiniz niyə görə? Elə təsəvvür edim ki, bugün Azərbaycan qarmanının bayramıdır. Bəli. Çünki burada qarman ifaçılarıdır. Başda Fəraim müəllim, Vaqif müəllim olmaqla həqiqi mənədirəm. Allah Taala bütün dünyasını dəyişmiş qarman ifaçılarımıza rəhmət eləsin. Allah rəhmət eləsin. Hamısını, o dünyasını versin. Bu hal-hazırda ki, bu qarman sənətini yaşadılar. Azərbaycan qarman sənətinin məktəbini tamamçılardılar. İstəyir gənclərimiz, istəyir orta nəsil, istəyir yaşlı nəsil. Hamıya can sağlığı. Yaşasın Azərbaycan qarmanı. Çox sağ olun ki, siz bugün bu dəyərli insanları dəvət eləmişsiniz. Mən xüsusi zövq aldım bugünkü məclisdə. Çox sağ olun, təşəkkür edirəm. Fəraim müəllim, qarmon ifaçıları, Avtandil Srafilov başda olmaqla Allah rəhmət eləsin. Dünyasını dəyişən böyük sənətkarlara məkanları cənnət olsun. Sənət fədailəri sizlərsiz. Sizlərin qədrinizi bizlər bilməliyik. Siz də ki, necə ki, belə gənclərə dəstəksiniz. Allah sizə ömür versin. Yaxşı ki, sizlər varsınız. Sonunda da demək istərdim ki, siz nə yaxşı varsınız. Yenə də Allah sizlərə can sağlıq versin. Var olun. Onda da bir gözəl musiqi ilə ürəyinizi açın. Bir dənə Buyurun. mərhum qardaşımın bir sözünü istəyirəm. Buyurun, buyurun. Təkrar eləyəm. Buyurun. Deyirdi ki, qarman ifaçılıq sənətinin iki qanadı var. Biri Avtandil İsrafilovdur, biri Zakir Mirzəyev. Bəli. O qoşaq qanad qarman ifaçılığını elə bir zirvələrə daşıyıb ki, o zirvənin bənzəri yox. Onu da yadıma düşdü, bayaqları, elə dönəm mən telefonla danışdım Zakir Mirzəyevlə, xəstədir, nəysə, Allah şəfasını versin. Dedi, salam söylə Fəraim müəllimə, Asob, qonaqlara salam söylə, Mən çox var üzr olsunlar. istəyirəm. Mənim dəyərli deyir, dostlarımdır hamısı, dost çörək kəsmişik deyir. Aftal müəllimin bir dənə sözü də mənim yadıma düşdü. Allah Buyurun. rəhmət eləsin. Həmişə deyirdi ki, çıxışlarında bizə də sinifdə aşılayırdı o fikirləri ki, sənətkar olmaq asandır. Sənətdə bir insan kimi formalaşmaq çətindir. Sizlər hamınız, Fəraim müəllim, Vaqif müəllim, Nizami müəllim, başda olmaqla sənət fədailərsiniz. Siz də bunların törəmələrisiniz. Müəllim də bayaq demişkən dedi ki, gənclərə dəstək. Belə gənclərdən alqışlayıram. Saçın ağarıb saçına qurban, qurban, qurban. Saçına qurban, saçın ağarıb saçına qurban, qurban, qurban. Saçına qurban, saçı səndən, hənnası məndən, küsmə cümədən ay bala gəlin. Saçı səndən, hənnası məndən, küsmə cümədən ay bala gəlin. İşbi Qurhan belinə qurban, belinə qurban. Belin ağrıyır, belinə qurban, belinə qurban. Beli səndən, kəməri məndən, küsmə
küsmə cümədən ay bala gəlin. Beli səndən, kəmərim məndən, küsmə cümədən ay bala gəlin. Yüzün ağrıyır, yüzüne kurban, 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 yüzüne kurban. Yüzün ağrıyır, yüzüne kurban, 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 yüzüne kurban. Yüzü senden, endiği menden, küsme cümeden ay bala gelin. Yüzü senden, endiği menden, küsme cümeden ay bala gelin. İş bütün han diline kurban, diline kurban. Belin ağrıyır, beline kurban, beline kurban. Beli senden, kəmərim məndən, küsmə cümədən ay bala gəlin. Beli senden, kəmərim məndən, küsmə cümədən ay bala gəlin. Eşimi pünhənlə üçün məndən küsmüsən, dost bəhriban yadi, onlar yar iki. Eşimi pünhənlə üçün məndən küsmüsən, dost mehriban yadi, onlar yar iki. Bir gün ölsəm, deyər hamı hayıfdır. Can yanaya bir olar, can yanaya bir olar yar iki. Can yanaya bir olar, can yanaya bir olar yar iki. Kırılsın, çayını yere dökülsün. Sizin bağın meyvesi bizim bağa dökülsün. İstekanın kırılsın, çayını yere dökülsün. Sizin bağın meyvesi bizim bağa dökülsün. Bahçamız gül çiçekli, gülünüze kurban olur. Bahçamız gül çiçektir, gülünüze kurban olur. Birinizin hatirine hamınıza kurban men olun. Birinizin hatirine hamınıza kurban men olun. Hamınıza kurban men olun, hamınıza kurban men olun. Birinizin hatirine hamınıza kurban men olun. Dolan gel, həsir basma dolan gel, süpürmüşəm sarayı. Həsir basma dolan gel, ay dolan gel, həsir basma dolan gel, süpürmüşəm sarayı. Həsir basma dolan gel, boyumuza az qalıb, gözlərəm təzə ayı. Hey! Boyumuza az qalıb, gözlərəm təzə ayı. Hey! Dolan gel, həsir basma dolan gel, süpürmüşəm sarayı. Həsir basma dolan gel, ay dolan gel, həsir basma dolan gel, süpürmüşəm sarayı. Həsir basma dolan gel, ay dolan gel, həsir basma dolan gel, süpürmüşəm sarayı. Həsir basma dolan gel.